Bismillahirrahmanirrahim. Quran təbiri ilə desək, Leylatul Qadri xayrun min əlfi şəhr. Qədr gecəsi 1000 aydan üstündür. Qədr gecəsinin əməllərindən də biri 100 dəfə istiğfar etməkdir. Yəni 100 dəfə Estağfirullah Rabbi və ətubu iləh zikrini deməkdir. Bu zikrin mənası mən Allahdan günahlarımın bağışlanmağını istəyirəm və ona tərəf dönürəm. İnsan bu zikri deməklə niyyəti bu olmasın ki, mən 100 dəfə bunu tamamlayım və salam, yox. Bunu təkrar-təkrar deməyin hədəfi, məqsədi odur ki, ümumiyyətlə hər bir insan həyatda nəyəsə nail olmaq üçün o işində israrlı olur. Bir işin dalınca bir dəfə gedir, alınmır. 2 dəfə gedir, alınmır. 3 dəfə gedir, alınmır. Amma ona nail olmaq üçün o qədər israrlı olur ki, axırda nailiyyət əldə edir. Bu zikri 100 dəfə deməyin də hədəfi, məqsədi odur ki, insan 100 dəfə təkrarlamaqla ki, ilahi mən günahlarımın bağışlanmağını istəyirəm, sanki Allahla danışır. Allahla belə razılaşır ki, ilahi mənim günahlarımı bağışla, mən sənə tərəf qayıdıram. Bir daha bu günahlara tərəf dönməyəcək. Yəni həqiqi tövbənin də hədəfi, həqiqi tövbənin də məqsədi odur ki, insan etdiyi əməllərdən peşman olsun və bir daha o günahlara qayıtmasın. İnsan fikirləşməsin ki, mən bunu tamamladım 100 dəfə, bu gecənin əməli də tamamlandı, yox. İnsan bunu fikirləşsin ki, mən Allahla əhd bağlayıram, Allahla müqavilə bağlayıram ki, ilahi, sən mənim günahlarımı bağışla, mən bir daha günahlara, pis əməllərə tərəf dönməyəcəm. Qur'an-ı Kərimdə belə tövbəyə tövbətun nəsuh deyərlər, yəni səmimi, qəlbən, həqiqi tövbə. Təhrim surəsinin 8-ci ayəsində Allah təbarək və təala buyurur: "Yə eyyuhellezina amanu." Allah iman gətirənlərə xitab eləyir. Bu ayənin, bu zikrin gözəlliyi də ondadır ki, Allah sənə xitab eləyir. Allah sənə deyir ki, ey iman gətirən bəndə, tubu ilallahi, Allaha tərəf dön, Allaha tərəf qayıt. Necə? Tövbətən nəsuhən, səmimi tövbə elə. Yəni qəlbən tövbə elə. Elə bir tövbə elə ki, bir daha o günahlara qayıtmayasan. Estağfirullah Rabbi və ətubu iləh zikrinin də həqiqəti budur. Allah tövbələrimizi qəbul etsin, bizi günahları bağışlanmış bəndələrdən qərar versin. Əssalamu aleykum və rəhmətullah və bərəkət.